Herkese salam. Hello. I hope you're doing great. Bugünkü mövzumuz xarakter haqqında danışmaqdır. I can talk about character. Ekranda gördüyünüz kimi. Now, let's start with this topic. İlk ifadəmiz, gəlin birinci biz öyrənək ki, necə soruşacağıq. Biz, bu insan necə insandır? Bunu necə sual verərik? Gördüyünüz kimi burada yazılıb. What is she like? Yaxud what is he like deyəcəyik. O necə bir insandır? O zaman bizə what is like. Burada like bəyənmək kimi deyil, ikinci mənasında istifadə olunur. Yəni bənzəmək. Necə birinə bənzəyir deyirik. Look like ifadəsi bəlkə bilərsiniz. Look like ifadəsi də birinə bənzəmək deməkdir. Və biz bunu cansız əşyalar üçün də istifadə edə bilərik. Yəni təkcə insan üçün nəzərdə tutulmayıb bu ifadə. Deyə bilərik məsəl üçün. What was the film like? Film necə idi? Keçmiş zamanda izin keçmişidir. Was great, yəni möhtəşəm idi, əla idi. Burada kitab yaza bilərdiniz. What was the book like? Kitab necə idi? Deyə bilərsiniz. Okay, now let's look at here. Gəlin indi sözlərə bir-bir göz ataq. Friendly. Friendly sözün kökündən də aydın olduğu kimi dost deməkdir sözün kökü və dostcanlı friendly olacaqdır. Cümləyə baxarıq indi. The students in my class are really friendly. It is great. Mənim sinifimdəki tələbələr, yaxud şagirdlər are all really friendly. Yəni hamısı həqiqətən dostcanlıdır. It's great və möhtəşəmdir. Meaning, indi izahına baxaq. Happy to meet and talk to other people. Yəni, başqa insanlarla görüşmək və danışmaq onlara xoşbəxt edir. Happy edirsə, o zaman həmin insana friendly deyəcəyik. Və bunun əks mənası isə unfriendly olacaqdır. Görürsünüz, un şəkilcisi inkar bildirir. Burada unfriendly. Növbəti söz kind. Yəni, mehriban, xeyirxah deməkdir. He visited me a lot in hospital, which was really kind. Yəni, o deyir, mənə xəstəxanada çox ziyarət etdi. Yəni, çox xeyirxah bir davranışdır bu. Hansı ki, which was really kind. Yəni, bir xeyirxah bir davranışdır. Okay, next one. Warm, friendly and always wanting to help other people. Yəni, warm, istiqanlıdır, dostcanlıdır, həmişə istəyir digərlərinə kömək etmək. Bu tip insanlara da kind deyirik. Nice. Nice də gözəl, yaxşı mənası var. İndi burada I met Colin O'Hall bayramda Colin'lə görüşmüşəm. And he is really nice guy. Və həqiqətən o yaxşı insandır. Baxın, burada met keçmiş zamandadır, meet indiki zamanda olan versiyası da meet olacaqdır. Kind and friendly də mehriban, dostcanlı deməkdir. A very important word in spoken English. Yəni, çox vacib sözdür danışıq dili ingilis dilində. Buna biz pleasant də deyə bilərik. Xoş deməkdir mənası. Pleasant guy, yəni xoş insan. Horrible da opposite, yəni əks mənası horrible, dəhşətli deməkdir. Next one is fun and funny. Baxın, bu ikisi də əyləncəli, gülməli deməkdir. İndi I love Karen, she's great fun. Mən Karen'i sevirəm, o çox əyləncəli bir insandır. Something or someone that makes you happy. Kim və yaxud nəsə səni xoşbəxt edirsə, o zaman istifadə edirik bu ifadəni. Funny, əyləncəli deməkdir. John makes me laugh. John məni güldürür. Make laugh. Make someone laugh ifadədir bu. Birini güldürmək deyirsinizsə make. Burada artıq kimi güldürürsünüzsə make you, məsəl üçün sizi güldürürsə make you laugh deyəcəksiniz. John makes me laugh. John məni güldürür. He's just a really funny man. O çox əyləncəli, əyləncəli insandır. Relaxed ifadəsi. İndi my parents are very relaxed. Yəni mənim valideynlərim çox rahatdılar. Say don't get angry if I am late. Onlar irslənmirlər əgər mən gecikirəmsə. Baxın, get angry ifadəsi. Ümumiyyətlə, bu get ifadəsini biz hisslərin qarşısına qoyanda olmaq, başlamaq kimi tərcümə olunur. Yəni, hirslənməyə başlamaq deməkdir. Təkcə angry yox, bir çox ifadəni də qarşısına qoya bilərsiniz. Məsələn, get excited. Yazın bura. Excited. Okay, get excited, o da həyəcanlanmaq deməkdir. Həyəcanlanmaq, başlamaq. Kolumda baxın, yəni kolum mənasında tərcümə olunur, izahında istifadə olunur. Yəni rahat insanlardılar da bunlar. Clever,
ağıllı deməkdir və görürsünüz intelligent sözü də, o da ağıllıdır. Stupid isə axmaq deməkdir. Tom is very clever. Tom çox ağıllıdır. The best student in our class. Yəni, ən yaxşı tələbədir bizim sinifimizdə. Able to learn and understand very quickly. Yəni, able, to be able to ifadəsi var. To be able to. Bu ifadə can-in ekvivalentidir, yəni sinonimidir. İkisi də bacara bilmək deməkdir. Deyir, öyrənə bilir və başa düşə bilir, çox sürətli. Çox sürətli öyrənir və başa düşür. Quiet. Quiet, baxın, bunu həmişə deyirəm, bunu sakit sözündən, sakit t ilə bitir, quiet da t ilə bitir. Sakit deməkdir. Digər quiet sözünə səhv salmayın, o sonra e ilə bitir. Deməli, quiet deməli sakitdir. She's quiet, but she can be fine. O sakitdir, amma əyləncəli ola bilir. Someone who is quiet doesn't say very much. Kim ki sakitdir, çox bir söz demir. And the last one və sonuncusu serious, ciddi. I like our teacher, but she's very serious. Mən müəlliməmizi sevirəm, amma o çox ciddidir. Someone who is serious thinks a lot. Kim ki ciddidir, çox düşünür and doesn't laugh very much və çox gülmür.